Dost dost diye nice nicesine sarıldım. Dost dost diye nice nicesine sarıldım. Benim sadık yarim kara topraktır. Beyhude dolandım ey yar, boşa yoruldum. Benim sadık yarim kara topraktır, kara topraktır. Nice güzellere yar bağlandım kaldım, bağlandım kaldım. Ne bir vefa gördüm, ne faydalandım. Her türlü isteğimi yar topraktan aldım. Benim sadık yarim kara topraktır, kara topraktır. Her türlü isteğimi yar topraktan aldım. Benim sadık yarim kara topraktır, kara topraktır. Salam istəyili tamaşaçılar, xoş gördük sizi keçmişdən gələcəyə verilişində. Verilişimizin əvvəlində səhlənən mahnıdan, yəni Aşıq Veysəlin o Qara Torpaq mahnısından da hiss elədiniz ki, bugünkü söhbətimiz torpağa həsr olunacaq. Elə torpağa həsr olunacaq deyirik, qonaqlarımız da torpaqla bağlı olan insanlardır, mütəxəssislərdir. Əlövsət müəllim Quliyev, professor və Hasil müəllim Bağırov, o da aqrar elmlər üzrə fəlsəfə doktorudur. Əslində elə biz özümüz onların qonağıyıq, yəni torpaqşünaslıq institutuna qonaq gəlmişik. Əlövsət müəllim həm də institutun direktorudur. İstərdim Əlövsət müəllim biraz institut haqqında məlumat verək tamaşaçılarımıza. Çünki biz həmişə ədəbiyyat institutundan, dilçilikdən, şərqşünaslıqdan, türkologiyadan və yaxud digər elmlərdən biz məlumat veririk, verilişlər hazırlayırıq, mütəxəssislər dəvət edirik. Amma bu torpaqşünaslıq institutu elə bir institut ki, biraz çox efirə çıxan institut deyil və onun mütəxəssisləri də az-az hallarda tamaşaçıların qonağı olur. İnstitut haqqında danışaq. Xoş gəlmişsiniz Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna. Bu institut Azərbaycan Elmlər Akademiyası yarandığı ildən yaranmış, yəni 1945-ci ildə ilk dəfə müstəqil institut kimi fəaliyyətə göstərmiş və bu institutun böyük tarixi və Azərbaycanın da kənd təsərrüfatının inkişafında, torpaqşünaslıqda, aqrokimya sahəsində böyük xidmətləri var və bu institutda Azərbaycanın deyirəm ki, elmi korifeyləri burada işləmişlər, rəhbərlik etmişlər. Məsələn, Həsən Əliyev, Vladimir Radionovич Volabuyev, Muxtar Abdiyev, Spartak Əliyev, İskəndər İskəndərov, eyni zamanda Məhərrəm Babayev və s. çox alimlərimiz var ki, onların hamısı yadımda qalmayıb. Yəni, bu adamların ənənəvi olaraq bu institutun özünə xas xüsusiyyəti olmuşdur. Bu institutda torpaqla bağlı olduğuna görə burada bir torpaq halallığı olub bu institutda. Qəribədir ki, burada insanlar torpağa bağlı olan adamlar olduqlarına görə torpaq sahəsində də böyük işlər görmüşlər. Azərbaycanın atlasını, torpaq atlasını, Azərbaycan torpaqlarının tədqiqatını aparmışlar. Böyük işlər görmüşlər. Yəni, bizim institutda hazırda 14 laboratoriyamız var və bu institut bugün artıq yeni bir formaya keçib. Mən onu demək istəmirəm ki, mən rəhbər olduğuma görə demirəm. Sadəcə olaraq ölkə prezidenti bu yaxınlarda Azərbaycanda kənd təsərrüfatı ilə 2015-ci il etdi və eyni zamanda qarşımızda böyük bir məsələlər qoydu. Azərbaycan aqrar ölkədir. Yəni, neft sənayemiz olsa belə baxmayaraq bizim
aqrar ölkə kimi həm özümüzü ərzaqla təmin etmək, həm də qonşu dövlətlərə onları sata da bilərik. Ona görə bizim zəngin torpaq və su ehtiyatlarımız var və bizim alimlər də bu sahədə gözəl tədqiqat aparıblar, gözəl elm əsərləri var və indi oturduğumuz bir yer muzeyimizdəndir. Gördüyünüz kimi gözəl də muzey demək ki, torpaq nümunələri qoyulub və bu əlavə işlərdə görürük. Eyni zamanda institutumuz akademiyada da prezidentin tapşırığına görə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin apardığı akademiyada islahatlardan da bəhrələnirik. Yəni çox qəribə bir iş başlanıb artıq. Yəni elm, təhsil, elm istehsalat. Bilirsiniz ki, mütəxəssis hazırlanır, elm sahəyə əlaqəsi yox. İstehsalatda işlər gedir, mütəxəssisin ora hazır deyil. Yəni istehsalatda gedən işlərə elmin tövsiyəsi olmalıdır. Hazırlanan kadrları isə elm adamları hazırlanmalıdır. Bugün bu islahat keçirir. Biz bu istiqamətdə demək olar ki, Bakı Dövlət Universiteti ilə, Memarlıq Universiteti ilə, Gəncə Aqrar Universiteti ilə, Naxçıvan Dövlət Universiteti ilə memorandum imzalarıq, qarşılıqlı əməkdaşlığı razılaşmışıq və magistrlər, elmiçilərin formalaşması, tədqiqat aparması üçün bizim institutun elm mərkəzi deyilən otağımızdan istifadə edəcəyik. Onlar gələcəklər. Eyni zamanda tədqiqatçıları bizim institutun laboratoriyalarında tədqiqat aparmağa imkan verəcəyik və eyni zamanda təhsil ocaqlarında bizim alimlər tədris eləyəcək. Çox maraqlıdır. Deməli, təcrübə ilə nəzəriyyə birləşir. Sizin institutda hazırladığınız kadrlar, gəldiyiniz nəticələr, elmi tədqiqat işlərinin nəticəsində bu artıq bilavasitə birbaşa tətbiq olunur torpağa. Evet. Amma bizim keçmişdə dədə-babalarımızda belə bir institut yox idi və bu institutun rolunu bizim yaşlı nəslin nümayəndələri oynayırdılar. Yəni təcrübəli, əkinçilik sahəsində təcrübəsi olan nənə-babalarımız vardı, yaşlı nəslin nümayəndələri vardı. Onların o məsləhəti ilə həm torpağa münasibət, həm əkinə, toxuma, suvarılmaya münasibət tamamilə fərqli idi. İndi bu təcrübədən bugün nə qədər yararlanırsınız, bunu mən Əlövsət müəllimdən soruşacağam. Amma siz biraz bizim o keçmişdə bu məsələlərlə necə yanaşılırdı, o barədə danışasınız. Deməli, bugün Azərbaycanda kənd təsərrüfat sahəsində böyük qabaqcıl texnologiyalar tətbiq olunmaqdadır. Ancaq onunla bərabər bölgələrdə biz olan zaman görürük ki, keçmiş ənənələr də müəyyən hissəsi qorunub saxlanılır və bugün müasir tətbiq olunan texnologiyalarla bərabər keçmiş ənənəvi məsəl əkin üsulları var, torpaqlardan istifadə qaydaları, üsulları var. Onlar da tətbiq olunur. Məsələn? Məsəl üçün, əkinin, növbəli əkin var və yaxud da növbəli əkin zamanı orada hansı bitkilərdən sonra neçə il əkilməlidir, torpağın dincə qoyulmasıdır. Bu məsələlər var və ənənəvi məsələ üsullardan biri də torpağı üzvü gübrələrin, biz bildiyimiz təbii məsələ malqara və yaxud da dabar məsələ gübrələrinin istifadəsi bu gün də deməli mövcuddur. Ancaq onunla bərabər də mineral gübrələrdən istifadə olunur. Burada bir məsələ var ki, bəli, ənənəvi keçmiş belə deyək, bu kənd təsərrüfat üsulları həmişə ekoloji kənd təsərrüfat məhsullarının alınması üçün zəmin yaradan bir üsullardır. Ancaq onunla bərabər də yüksək məhsullar əldə etmək üçün bu günlərimə biz müasir metodlar, müasir kənd təsərrüfatı texnologiyalarından istifadə etmək məcburiyyətindəyik. Bunun da deməli, əsas məsələ ondan ibarətdir ki, biz alimlərin üzərinə düşən məsələ odur ki, elmi əsaslandırılmış formada alim deməli, tövsiyəsi ilə və torpaqların diaqnostikası, tədqiq olunandan sonra bunun tətbiqi yaxşı nəticələr verə bilir. O cümlədən, məsələn, açıq şəraitdə və yaxud da istixanalar şəraitində ümumiyyətlə, aqrokimya sahəsində çalışan mütəxəssislərin əksəriyyəti bilirlər ki, bu sahə aqrokimya sahəsi torpaqların birbaşa kimyalaşdırılması deməkdir. Artıq ənənəvi üsullardan keçib
müasir üsullarla torpağın kimyalaşdırılmasına gəldikdə burada çox dəqiq və diqqətli olmaq lazımdır. Çünki əlavə torpağa verilən hər bir mineral gübrələrin verilməsi torpaqda başqa problemlərə və yaxud da torpaqda ağır metalların toplanmasına, duzlaşma proseslərinə gətirib çıxarır. Bu da yetişən məhsulun əlbəttə ki, zərərli olması. Yetişən məhsulların da davamlılığının, yola davamlılığının bitkiyə də keçir. Transportirovka məsələlərinə təsir edir. O cümlədən bitkilərdə nitratların toplanması, bitkilərin tez xarab olunması, ambarlanma vaxtının, müddətinin gödəlməsinə gətirib çıxartdığına görə bu gübrələrdən istifadə deməli olunan zaman əksəriyyət hallarda torpağın ən birinci analizi aparılmalıdır və mümkün qədər bitkinin analizi, vegetasiya boyunca bitkinin analizləri aparılmalıdır ki, orada birincisi bitkiyə ehtiyac olan qədər vegetasiya boyunca hansı element nə qədər lazımdır və torpaqda nə qədər var, torpaq ehtiyatının bitki tərəfindən istifadə olunma əmsalları nəzərə alınmaqla həm iqtisadi cəhətdən gübrələmə və yaxud da müasir texnologiyaların tətbiqi zamanı iqtisadi cəhətdən səmərəli olsun, həm yüksək məhsuldarlıq və keyfiyyətli məhsuldarlığın alınması üçün zəmin yaradılsın. Bu məsələlərə baxdıqca əsas biz önəm çəkirək ki, torpaqların diaqnostikası ən birinci su və torpaqların diaqnostikası önəmlidir. Sular, torpaqlar birinci analiz olunsa, onun tərkibində olan bitki tərəfindən mənimsənilən və yaxud ümumi formalar nəzərə alınmaqla bitkiyə deməli belə bir qayda da var, planlaşdırılmış məhsuldarlıq. Bitkinin hansı bitki seçiləcəksə, o bitkinin vegetasiya boyunca nə qədər element, neçə ton, nə qədər, neçə sentiner məhsul alınacaqsa, onun üçün deməli sırf deməli fiziki şəkildə yox, təsir edici maddi hesablı gübrələrin dozaları hesablanıb verilməlidir. Orada nəzərə alınır ekstensiv və yaxud da intensiv sortlar mı əkilib, hansı sahələr, qapalı sahələr, açıq sahələrdir və burada bunun hesablanması da əsasən kənd təsərrüfatı ümumiyyətlə sektorunda əsas ən birinci iqtisadi baxımdan səmərəli olmasıdır. Çünki məhsulun maya dəyərinin yüksəlməsi onun belə deyək artıq alıcılıq qabiliyyətinə təsir edir. Ona görə kənd təsərrüfat sahəsində bizim Azərbaycan ölkəsi də kənd təsərrüfat ölkəsi demək olar ki sayılır. Neft emalından neftdən sonra ikinci bizim deməli ən yeganə belə deyək gördüyümüz, fikirləşdiyimiz yolumuz aqrar sektorun inkişaf elətdirilməsidir ölkədə. Əsasən bitkiçilik sahəsində. Çünki bitkiçilik elə bir sahədir ki, burada bütün maldarlıq, quşçuluq, bütün sahələr, ümumiyyətlə insan qidalanması və bunların hər biri bitkiçilikdən deməli qaynaqlanır. Və ölkəmizin başqa ölkələrdən o yöndən meyvədir, tərəvəzdir, bu yöndən asıllığını aradan qaldırır. Biz özümüz artıq başqa ölkələrə o tərəvəz məhsullarını göndəririk. Bir də Əlövsət müəllim, mən bir şey qeyd eləmək istəyirəm. İndi torpağın gübrələnməyindən danışdıq, o dədə-babadan peyindən istifadə olunmasının məsələsini qeyd elədik. O da təbii ki, o dövrdə də onu çox həssaslıqla verirdilər. Çünki onu da birdən-birə vermək olmaz, birdən-birə çox vermək olmaz və yaxud elə heyvan və quş var ki, onlarınkini vermək olmaz. Bütün bunlar dədə-babalarımız tərəfindən gözəl tənzim olunurdu. Amma bir də su məsələsi var. Bizim verilişlərimizdən siz Azərbaycan tamaşaçısına həm də kəhrizşünas bir alim kimi bəllisiniz, tanıyırlar onlar sizi. Azərbaycanın müxtəlif bölgələrində olan kəhrizlərin araşdırılması ilə Əlövsət müəllim birbaşa məşğul olub və dəfələrlə biz bu mövzuda ona müraciət eləmişik. Eyni zamanda dünyanın bir çox ölkələrində müxtəlif tədbirlərdə iştirak eləmişsiniz, tək tədbirlərdə iştirak eləməmişsiniz, həm də oraları araşdırmışsınız. Qazaxıstan və Özbəkistan Elm Akademiyasının dəvəti ilə mən müəyyən müddət tədqiqat aparmışam Türkistanda, Özbəkistanda, Buxara, Nurata, Navayda bu şeylər olmuşam. Amma bir fikrimizi keçmədən öncə, sizin sualdan öncə Xasil müəllim fikrinə bir əlavə eləmək istəyirəm. Bizim qədim əkinçilik mədəniyyətimiz olub. Yəni bu peyinlərin verilməsində də bitkilərə verilməsində məsələn quş peyini hər yerdə verilmirdi. Məhsuldarlıq üçün quş peyini verilirdi. Belədir Xasil müəllim. Amma digər peyinləri isə başqa vaxtda verirdilər. Yəni bunların da özünün üstün cəhətləri və mənfə cəhətləri var. Lakin bugün əhali artımı güclü olduğuna görə peyin çatdırılmadığından əsas məsələ gəlir gübrələri elə verək ki, gündə televizorda deyirlər qarpızı almayın, belə eləməyin. Bu bizim əlimizdədir.
Biz niyə süfrəyə nitrat çıxardaq? Öz vətəndaşımıza niyə xəyanət eləyək? Nəyə görə bizim körpələr nitratlar nədir? Siqaret nə cür zəhər verirsə, xərçəng yaradırsa, nitratlar da o cür xərçəng yaradır. Biz təmənnasız fermerlərə kömək etmək istəyirik. Bir neçəsinin torpağından nümunə götürək. Orada lazım olan torpaqda olan qida maddəsini müəyyənləşdirək. Orada olan azotun, fosforun, kalium miqdarını bilək və onun o balansı saxlamaq şərti ilə o cür gübrə verək. Həm fermerlərimiz artıq gübrə verməsin ki, problem yarasın. Həm iqtisadi xeyir olsun, həm də nəticə olsun, süfrəmizə geni dəyişdirilmək, material çıxartmayaq. Bu bölgələr üzrə dəyişir yəqin ki, hər bölgənin torpağının özünə məxsus xüsusiyyətləri var. torpaqlar indi bizim müəllim tədqiq eləyir, hər torpağın özünə xüsusiyyəti var. Məsələn, biz indi Ucarda, Sabirabadda, Ağcabədidə, Biləsuvarda belə görüşlər keçirmək istəyirik. Yaxın 2-3 günə biz Ucarda tədbir keçirəcəyik, fermerlərlə görüş təşkil edəcəyik və eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin işçiləri də iştirak edəcəklər. Yəni, kompleks yanaşırıq bugün. Fermerə necə yanaşaq? Fermerə nə kömək eləyək? Çünki o pul xərcləyir, iş görür, məhsul çıxardır. Onun məhsulun haqqını da alsın, qazansın. Çünki kənd təsərrüfatı əməyi çox bahadır, çox əziyyətdir. Biz bir gün bazardan 1 kilo kartof alırıq, 60 qəpik, 70 qəpik, bulaq 1 manat verir. İnanın ki, o 1 kilogram kartof meydana gəlincə bəlkə də 5 manat, 10 manatlı zəhmət çəkir. Bütün dünyada kənd təsərrüfatı xeyr eləmir. Ona görə dövlət müxtəlif variantlarla kənd təsərrüfatı işçilərinə kömək eləyir. O cümlədən Cənab Prezidentimiz gübrələrin qiyməti yendidir, sonra texnika məsələsini həll elədi və bugün ölkənin bir nömrəli məqsədi kənd təsərrüfatını irəli çıxartmaq və kənd təsərrüfatına maya qoyub məhsul götürmək və özümüzü təmin etmək. Həm də keyfiyyətli məhsul. Əsas məsələ ekoloji təmiz məhsul məsələsidir. Ən vacib məsələ. Bugün dünyada narahat edəcək problemlərdən biridir. Çünki o geni dəyişdirilmiş məhsulların ortaya çıxması artıq hər kəsdə o ekoloji təmiz məhsula çox böyük tələbatın olduğunu ona görə də məsələn biz çox istəyirik ki, məsələn bir ərazini götürək, orada bir tədbir aparaq, bir pilot variantını eləyək. O birilər də baxsın ona və bu işi qaydaya qoyaq. Bizim özümüzdən başqa özümüzə heç kəs kömək etməyəcək. Bu bizim torpağımızdır. Biz ona sahib çıxmalıyıq. Biz ona xidmət eləyək. O da bizi yaşatmalıdır. İkinci bir yol yoxdur. Elmi təcrübə və nəzəri prinsipdə biz buna getməli və bugün institutumuzla qarşısında bu məqsəd qoyulub. Digər tərəfdən dediyin su məsələsi, təbii ki, mən işləyirəm. Bugün də artıq Azərbaycan kəhriclərini tədqiq etmək istəyirik. Bu da bir problemdir. Çünki Azərbaycanın da bir zaman ərazisində, Naxçıvanı mən tədqiq etdim, amma Azərbaycanda da təxminən 500 milyon kubmetrdən çox su ehtiyatımız var. Bugün onun 20-25%-nə istifadə olunur. Bu günlərdə biz Azərsu rəhbərliyi ilə də görüşdük. Bu məsələlə əlaqədar çox yaxşı söhbətlərimiz oldu. Güman ki, yaxın müddətlərdə onlarla da bir iş görəcək. Yəni, Azərsu artıq Azərbaycan Milli Elmlər Akademiyasına müqavilə bağladı ki, müştərək tədqiqat aparaq. Eyni zamanda Azərsu Memarlıq Universitetinə su tədqiqat laboratoriyası verdi ki, biz də ondan istifadə etmək istəyirik və bizim magistrlər orada tədqiqat aparacaqlar. Və belə bir kompleks bir iş görürük. Çünki onun hamısından biz istifadə eləməliyik. Qaldı ki, biz çox vacib məsələ, torpaq məsələmizdə su məsələdə 2 variant məsələ, torpaq, su, gübrə. Bunların optimal rejim olmasa xeyr yoxdur. Əgər suvarmanın bir dəfə Azərbaycan şəraitində bir dəfə gecikməyi 20-25% məhsulun itirilməsi deməkdir. Ona görə bizdə çox vacib şərtlər var ki, su məsələsinə diqqət vermək, suyun təminatını, su qanunçuluğuna riayət etmək çox qəribə bir problemimiz var. Bunun, amma mən mövzudan kənara çıxmayayım, bizim bir fikrimizdə o kəhric sistemlərini bərpa etməkdir. Gələcəyə onu etmək istəyirik ki, bu da bir sistemdir. Elədir. Burada maraqlı məsələdir, istərli tamaşaçılar. Çünki biz bilirik ki, dünyada bir çox məhsulların qıtlığı müşahidə olunur. Amma gələcəkdə çox dəhşətli su qıtlığı məsələsi ortaya çıxacaq. Bu artıq bugünkü bir çox dünyanın böyük ölkələrinin siyasətində də özünü göstərir. Yəni onlar artıq bu problemə hazırlaşırlar. Bu problemin
qarşısının necə alınmasına hazırlaşırlar. Elə Rusiya